Salam, mən Lalə Babayeva, MİQ, magistratura və sertifikasiya və abituriyent hazırlığı tədris edirəm. Qeyd edeyim ki, e, bugün biz DİM kitabından ağac informasiya modeli, qraf informasiya modelinin testlərinin izahını nəzərdən keçirəcəyik. Gəlin, deməli, vaxt itirmədən başlayaq. Birinci sual, bütün tilləri istiqamətlənmiş olan qrafa nə deyilir? Bütün tillər istiqamətlənmiş olan qraf diqraf adlanır. E, Yəni istiqamətlənibsə həmin tillər qövslərdən ibarətdir və bu qövslərdən ibarət olan qraf isə diqraf və yaxud da başqa sözlə yönləndirilmiş qraflar deyirlər. Yönləndirilmiş qraf adlanır. Demək, uyğun variant A variantı. Qonşuluq matrisinə əsasən qrafın tillərinin sayını tapın. Bu tip tapşırıqları icra eləyəndə deməli, diaqonal boyunca bax belə bir balaca əyri getdi. Tam mərkəzdən xətt çəkirik və bu diaqonalın aşağı və yaxud yuxarı hissəsində yəni simmetrik olaraq rəqəmlər yerləşir. Və bu rəqəmlər yolları göstərir. Və biz sadəcə olaraq aşağıda və yaxud da yuxarıda hər ikisindən birində fərqi yoxdur. Hər hansı birində olan birlərin sayını tapmaqla qrafın tillərin sayını tapmış oluruq. Baxın 1, 2, 3, 4. Yəni 4 dənə yol var. Bunlar isə sanki təkrar. Bunu başqa bir yolu cədvəlini çəkməklə də, daha doğrusu cədvəlin qrafını çəkməklə də mümkündür. Ancaq vaxt itkisi olmaması üçün, vaxtı qənaət eləmək üçün bu metoddan istifadə edirik. Uyğun variant olacaqdır A variantı. Sonra yalnız kişilərin adlarının qeyd olunduğu nəsil ağacı verilmişdir. Ox işarəsi atadan oğula tərəf yönəlir. Yavərin babasının, qardaşının, nəvəsinin adı nədir? Bu tip sualları işləmək üçün deməli, bu gördüyünüz kimi iyerarxi formada ağacvari strukturda olan bir qrafdır. Birinci növbədə şərtimizə baxırıq, da sualımıza nəzər yetiririk. Yavərin babasının, qardaşının, nəvəsinin adı nədir? Yavər adını buradan tapırıq. Bax, Yavər adı burada yerləşir. Yavərin babası deyəndə, Yavərin atası Vaqif, Vaqifin atası isə Fəyyazdır. Deməli, Yavərin babasının adı Fəyyazdır. Yavərin babasının qardaşı, yəni sözlər bir-bir analiz edirik. Fəyyazın qardaşı Rizvan və Orucdur. İki qardaş qeyd olunubdur. Qardaşı nəvəsinin. Baxırıq, Rizvanın bir oğlu var, Əlim. Orucun isə iki oğlu var, Cəmil və Rizvan. Ancaq bunlardan yalnız Cəmilin oğlu var, Əhməd. Yəqin ki, bu ailəlidir test əsasən və bizə də bunun övladı var, Əhməd. Deməli, Yavərin babasının qardaş nəvəsinin adı Əhməddir. Uyğun variant olacaqdır. D variantı. Sonra baxaq. Şəkildə A, B, C, D, E, F şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yola yalnız göstərilən istiqamətdə hərəkət etmək olar. A şəhərindən F şəhərinə neçə müxtəlif yolla getmək olar? Bu tip tapşırıqların bir yolu qeyd edeyim ki, məsələn, bir A, B, C, Y, F, A, C, Y, F bu şəkildə bir yolları yazmaqdır. Axı bu vaxt itkisinə səbəb olduğuna görə bəzən olur ki, yollar çox qarışıq olur və hərflərin sayı həddən çox olur. Yəni bundan istifadə etmək əlverişli deyil. Ancaq elə xüsusi tip testlər olur ki, bu tip metoddan istifadə etmək əlverişli olur. Amma ümumən bu tip testləri hansı ikinci yolla həll edərik bəs? Bu yol nədən ibarətdir? Gəlin baxaq. A təpəsindən 2 AB və AD istiqamətində 2 ox və daha sonra 3 dənə AB, AC və AD istiqamətində 3 dənə ox çıxır. Və çıxışlara üzərinə biz 1 yazırıq. Və B-yə yalnız 1 ox daxil olur. Bura 1 yazırıq və C-yə B və A C-yə B-dən və A-dan 2 ox daxil olduğuna görə
Bura 2 yazırıq. Yəni belə deyək, girişləri toplayıb çıxışları yazırıq. Yəni daxil olanları toplayırsan, yəni B-dən C-yə və A-dan C-yə gələn nəticələri birlər toplayıb 2 yazırıq və bu 2-ni təzədən çıxışa göndəririk. Yəni C-dən Y-yə çıxışa göndəririk bu şəkildə. A-dan D-yə bir yol var və bir də Y-dən D-yə var. Ona görə əvvəlcə baxaq ki, C-dən Y-yə 2 yol var və Y-dən D-yə və Y-dən F-ə 2 istiqamətli yollar gedir. Deməli, C-dən D-yə, C-dən daha doğrusu Y-yə və Y-dən D-yə, Y-dən F-ə yollar təyin elədik. İndi isə A-dan D-yə və Y-dən D-yə yollarına baxaq. A-dan D-yə bir yol, Y-dən D-yə 2 yol. Cəmi 3 yol. Və D-dən də F-ə 3 yol. Son nəticəyə baxırıq. F-ə daxil olan yollar hansılardır? Y-F və D-Y yolları. Və nəticələr də 2-də 3-dür. 2 ilə 3 toplayırıq və edir 5. Sonra 5-ci tapşırığa baxaq. Qrafın qonşuluq matrisi ilə təsvirlərdən hansı doğrudur? Baxın, bu tip tapşırıqlar necə işləyir? Cədvəl qurmaqla. Burada düzdür, A, B, C, D variantlar var. Hər birini bir-bir baxıb da üzərində də işləyə bilərsiniz. Amma mən daha rahat yolun nəyi məsləhət görürəm? Özünüz kənarda cədvəlinizi qurun. Və uyğun variantlar qulduğunuz cədvələ uyğun hansı variant gəlsə, onu işarələyin və salam. İndi bunu mən əyən şəkildə burada göstərəcəm. Baxın, A-dan burada A, B, C, D, K, Y təpələri verilibdir. Bu təpələri biz sətir və sütun kəşmə şəklində əvvəlcə göstərən cədvəl qururuq. Daha sonra A'dan B'ye, A'dan D'ye, A'dan C'ye, B'dən A'ya, B'dən C'ye, B'dən D'ye və s. bu şəkildə, bu minvalla deməli, hər təpədən çıxan oxların sayını təyin edirik və baxırıq 3 dənə oxların istiqamətini təyin edirik. 3 dənə. Yəni A-dan B-yə də yol var, A-dan D-yə də yol var, A-dan C-yə də yol var. A-dan B-yə yolun olduğunu biz burada bir rəqəmi ilə göstərək. Əgər yollar varsa 1, yollar yoxsa 0. Məsələn, A-dan K-ya birbaşa yol olmadığına görə biz onu 0 qəbul edirik. A-nın K-nın keçməsi 0 qəbul olunur. Yox, birbaşa yol varsa biz onu 1 qəbul edirik. A-dan B-yə birbaşa yol var, bura 1 yazılır. A-dan A-ya yol, əgər ilgək olsaydı burada A-dan A-ya, A-nın A-nın keçməsinə burada 1 qoy yazılardı. Amma ilgək olmadığına görə A-dan A'ya 0, A'dan B'ye birbaşa yollar 1 yazılır. A'dan C'ye birbaşa yollar 1 yazılır. A'dan D'ye birbaşa yollar 1 yazılır. Və A'dan K'ya və Y'yə birbaşa yol olmadığına görə 0 yazılır. Bu sətrimiz düz. Mən genəldə bu tip testlər sətrlər üzrə işləməyi məsləhət görürəm. Keçirik ikinci sətrə. B'dən A'ya və B'dən D'yə, B'dən C'yə yollar var. Deməli, B'nin A ilə, B ilə və C ilə deməli belə deyək, kəsişməsinə 1 qoyuruq. B-dən A-ya 1, B-dən C-yə 1, B-dən D-yə 1, yerdə qalanlar 0 qeyd olunur. Bu ikinci sətrimiz də doğrudur. Üçüncü sətrimə baxaq. C-dən A-ya yol var, 1 yazırıq. Əvəzinə cədvəldə B-dən C-dən B-yə və C-dən D-yə yol var. C-dən B-yə var 1 yazırıq, C-dən D-yə var 1 yazırıq, amma burada 0 qeyd olunubdur. Burada 1 yazılmalı, doğru variantda 1 yazılmalı. Demək, bu variant avtomatik səhvdir, ancaq biz bunun üzərində səhvləri düzəldək və düzgün variantı təyin edək. Deməli, və deməli, C-dən K-ya və Y-yə yol yoxdur, bu doğru. Sonra D-dən hər üçünə A, B, C və K, daha doğrusu 4-ünə də yol var. A-ya, B-yə, deməli, A, B və C-yə də yol var. D-dən D-yə yoxdur və D-dən deməli, bir dəqiqə, A, B, C yollar var. D yol yoxdur. Bəli, D-dən Y-yə də yol yox, D-dən K-ya yol var. D-dən K-ya yol var. Bu da düzgün göstərib Y-də qalanlar. Y variantına baxaq. Y-dən bircə dənə K-ya yol olduğuna görə burada Y-dən D-yə yol var göstərdi. Bunu da sıfırlayaq. Bunu da sıfırlayaq bu şəkildə. Və K'dan D'yə və Y-yə yol var və 2 dənə yola 7 qalanlar sıfırdır. Uyğun cədvəlimiz bax bu şəkildə olacaqdır.
Mən üzərinə düzəliş elədim və bu variant hansı variantlarda hansına uyğun gəlsə, doğru variant o seçilmiş olur. Gəlin indi buna vaxt itirib baxmayaq ki, hansı variantda. Əsas doğruluq cədvəli mən burada qeyd edirəm. Doğru olan cədvəl qeyd edirəm. İndi altıncı şəkildə qeyd olunur ki, A, B, C, D, E, F, G, H, I, J, K şəhərlərini birləşdirən yola sxem verilibdir. Hər yola yalnız oxla göstərilən istiqamətdə hərəkət etmək olar. A şəhərindən K şəhərinə getmək üçün müxtəlif yol var. Yenə qeyd etdiyimiz kimi girişləri toplayıb çıxışları yazırıq. Bu şəkildə bu prosesi icra edirik. A-dan avtomatik olaraq B-yə, F-ə, H-a və C-yə birbaşa yol olduğundan görə üzərlərinə bunların bir yazır. B-dən F-ə və A-dan F-ə yol bir dənə yol var. Hərəsindən bir dənə yol cəmlənir. F-də iki dənə yol olur. İndi C-yə baxaq. A-dan C-yə bir yol var. C-dən H-a var. C-dən D-yə bir yol var. H-a deməli 3 dənə yol daxil olur. AH, FH və CH. AH1, CH1, FH-da 2 qeyd olunub burada. Cəmi eləyəcək 2 toplanılır. Daxil olan oxlar cəmlənilir. 2, 1, o da bir cəmi edir 4 dənə. H-a deməli 4 dənə ox daxil oldu və çıxışlar H2, H istiqamətində olduğuna görə üzərinə bunların 4 yazırıq. İndi G-yə baxırıq. F-dən G, G-yə, F-dən G-yə və H-dan G-yə 2 dənə yol olmaqla qeyd olunub yollar və cəmi 6 yol eləyir. G-dən J-yə və G-dən I-yə yolun üzərinə 6 yazırıq. Sonra burada C-dən D-yə bir yol var və D-dən I-yə, K-yə və Y-yə avtomatik olaraq bir yollar daxil olur. I-dən cəmləşən yolların sayını toplayaq. Bax 6, 4, 10, 11, 12. Yox, bir dəqiqə. 3 dənə yol. 6, 4, 10, 11, 11. İyə 11 dənə yol daxil oldu. Deməli, avtomatik İdən 11 yol çıxır. D-dən Y-yə bir yol, Y-dən K-yə bir yol. J-dən G-dən J-yə 6, J-dən K-yə 6. Deməli, K-yə daxil olan yolların cəmi 6 üstə gələ 11. Deməli, üstə gələk 1, üstə gələk 1. Cəmi 6, 7, 8, 10, 9 olacaq. Cəmi yollar sayı eləyəcəkdir 19. Burada da analoji qayda ilə icra olunur. A, B, C, D, Y, F, G, H, I, J, K, L şəhərlərini birləşdirən yollar sxemi göstərilibdir. Hər yol yalnız oxla göstərilən istiqamətdə hərəkət etmək olar. A şəhərindən L şəhərinə getmək üçün iki müxtəlif yol var. Yenə burada üzərinə oxların bir yazırıq. A-dan B-yə bir, B-dən F-ə və B-dən C-yə, A-ya bir daxil olduğuna görə bu oxların üzərində bir yazırıq. Y-dən D-yə və Y-dən G-yə və Y-dən H-a hər üç oxun üzərinə bir yazırıq. İndi D-yə daxil olan, C-yə daxil olan oxlara baxaq. C-yə deməli B-dən C-yə, A-dan C-yə və D-dən C-yə. Biz burada D-ni bilmədiyimizə görə, ona görə C-də hələ ki saxlayaq. Gəlin D-ni təyin edək, ondan sonra C-ni C-yə daxil olan yolların sayını tapacağıq. Deməli, D-yə daxil olan oxlar YD, AD, YD və AD-dir. Deməli, YD1, deməli AD1 cəmi 2. D-dən çıxan oxlar DC və DG. Hər ikisinin üzərində 2 yazır. Deməli, C-yə daxil olan oxlar BC, AC və DC-dir. Üzərindəki qiymətləri toplasaq 1, 1, 2, 2 üstün 2 gəlsin 4. Deməli, C-yə 4 dənə ox daxil oldu və C-dən CF və G istiqamətində 4 dənə ox çıxışa gedir. D-dən də deməli DC və DG istiqamətində 2 dənə ox getdi çıxışa. Y-yə baxırıq. Buradan da deməli YH1 H-dan G-yə 1, H-dan I-yə 1. Və burada yuxarıdan da F-ə daxil olan oxların sayı bu 1, 2, bir dəqiqə 1, 2, 1 və 4. Cəmi 5 edir. Deməli, F-ə daxil olan oxların sayı 5-dir. F-dən çıxan oxlar olacaq 5, 5. Qapını. F deməli
Nəticə olacaqdır bizdə deməli 5 bircə dəqiqə. F-ə daxil olan oxlansa 5, F-dən İ-yə 5. Deməli, G-yə daxil olan yolların sayına baxaq. 5, 4, 2, 2, 1, 1. Yəni, bunlar cəmlik. 5-in üstünə 4, 9, 9-un üstünə 2, 11, 11-in üstünə 1, 12, üzərinə də 1 gələndə 13. Demək, G-yə daxil olan oxların sayı 13-dür. G-dən də İ-yə 13 ox daxil olur. Deməli, İ-yə gələn oxlar F-i, G-i və H-idir. Və bunların üstündəki rəqəmləri cəmləsək, 5 üstə gələk, 13 üstə gələk 1 eləyəcək. Deməli 18, 19. Deməli İ-yə daxil oldu 19, İ-dən çıxışa gedən deməli say olacaqdı 19. Və bunlar da avtomatik olaraq 19 olacaqdır. Deməli elə gələn oxların sayı 19 vuraq 3-dür. Yəni 3 dənə 19-un cəmi deyərdim. Uyğun variant oldu burada deməli 57. 8-ə baxaq. Burada artıq ABC şəkilləri hərflərlə yox, rəqəmlərlə nömrələnibdir və qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getmək olar. Yəni buradakı analoji qaydəni üzərinə bir rəqəmlərini qeyd eləməklə 2-yə daxil olan 1-dən 2-yə bir yol daxil olur və 2-dən 3-ə və 2-dən 5-ə bir yol çıxışa gedir. 1-dən 4-ə bir yol daxil olur. 3-ə gələn yollara baxaq. 1-dən 3-ə və 2-dən 3-ə 2 yol gəlir və cəmi 2 yol. Və 3-dən 4-ə 2 yol, 3-dən 5-ə 2 yol, 3-dən bağışlayın, 3-dən 5-ə 2 yol, 3-dən 6-ya 2 yol. Bu şəkildə oxlar istiqamətlənir. 4-ə daxil olan yollar üstünə 2 gəlsən edir 3, 3-dən 6-ya deməli 3 yol və 5-ə daxil olanlar 1 yol bu 2 yol, cəmi 3 yol. Çıxışlara 3 yol yazırıq və nəticədə 6-ya daxil olan yolların sayı 3, 2, 3 bunları cəmləyirik. 6, 8 yol və 6-dan da 7-yə gedən yol üzərində 8 yazır. 8 üstündə 3 edir 11. Yəni hamısı analoji qayda ilə icra olunur. Sonra növbəti 9-a deyir ki, şəkildə qrafın çəki matrisi göstərilmişdir. Bu qrafın neçə til olduğunu müəyyən edin. Qrafın tillərini soruşur bizdən. Mərkəzdən xətt çəkməklə biz onun tillərini sayını tapa bilərik. Bir dəqiqə. Yəni A-dan B-yə, B-dən A-ya eyni yoldur. A-dan C-yə, C-dən A-ya eyni yol olduğuna görə və burada da baxırıq ki, deməli heç bir ilgək olmadığına görə, bax bu kəsişmələr dolu olduğuna görə belə deyək. Ona görə burada yolların sayı 1, 2, 3, 4, 5, 6 dənə yoldan ibarət. Uyğun variant D variantıdır. 10-cu suala baxaq. Qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsindən 4 və 5 təpələrindən keçməmək şərti ilə neçə müxtəlif yolla getmək olar. Bu çox maraqlı tapşırıqdır. Qəbula düşən tapşırıq modellərindəndir. 2 dəqiqə. Gəlin bunu daha aydın şəkildə izah edək. Qapını örtün.
Deməli, bu tapşırıq necə icra edirik? Baxın, bu tip tapşırıqlar icra etmək üçün nəyə diqqət edirik? Deməli, baxın, deyir ki, bir təpəsinin, 7 təpəsi, 405 təpələrindən keçməmək şərti ilə. Keçməyə dedikdə, dördə daxil olan girişləri və çıxışları silirik ilk növbədə. Daxil olan girişlər və çıxışlar silinir. Yəni 4 ilə əlaqə kəsilir. Eləcə də 5-ə daxil olan girişlər və çıxışlar silinir. Sanki yalqız təpə olur. 4 və 5 təpələri yalqız təpəyə çevrilir. Ondan sonra artıq biz yolların sayını tapa bilərik. Deməli, 1-dən 2-yə bir yol, 1-dən 3-ə bir yol. 2-dən də 3-ə bir yol və 3-ə daxil olan yolların cəmi 1 üstə gələk 1 olacaq 2. Və 3-dən 2-yə 6-ya 2, 6-dan 7, 2. Deməli, uyğun variantı olacaq da A variantı. Bu tip məsələlərdə keçməmə şərti ilə deyirsə, ya silirik, ya da və yaxud da həmin xəttin üzərindən tutaq ki, əlaqələndirən xətt deyil belə. Üzərinə 2 dənə belə xətt çəkməklə də silinmiş kimi, üzəri silinmiş kimi də göstərərək həll etmək, icra etmək mümkündür bu tip tapşırıqlar. Sonra burada qutu prinsipinə aiddir bu tip tapşırıq. Bunu ağac qraf informasiya modelindən göstərmək də olar, amma qutu prinsiplə də işləmək olar. Qraf informasiya modelindən məsələn, dərsimiz qraf olduğuna görə bu şəkildə işləyə bilərik ki, rəqəmlərdən istifadə etmək, rəqəmlər təkrarlanmayan, neçə müxtəlif əslində qrafla bunu işləyəndə izahını verə bilərəm, problem deyil. Ancaq qrafla bunu işləyəndə bir balaca dolaşıq gələ bilər sizə. Çünki şərtlər burada ağırlaşır. Ümumiyyətlə, bu tip tapşırıqları qraf informasiya modeli ilə izahını etmək rahatdır. Ancaq daha konkret, daha tez həll üsulu istəyirsə ki, hansı ki, qəbulda bizə lazım olan odur. O metod, qutu prinsipidir. Ondan istifadə edərək daha tez vaxt itirmədən icra eləyək. Deyir, bu rəqəmlərdən istifadə etməklə rəqəmlər təkrarlanmayan neçə müxtəlif rəqəmlərdə də yazmaq olar. Və hər qutuda seçim haqqı 3 dənədir. 0, 4, 7, 0, 4, 7 və 0, 4, 7. Ancaq mən baxıram ki, 3 rəqəmlər də dediyinə görə birinci qutuya biz 0, 3 rəqəmlər də 0-la başlasa 2 rəqəmli olacaqdır, 3 rəqəmli olmayacaq. Ona görə birinci qutuda mənim 2 seçim haqqım var. İkinci qutuda artıq bu sıfırı istifadə edə bilərik. İkinci və üçüncü qutularda sıfırları istifadə edə bilərik. Ancaq burada tutaq ki, 4 istifadə eləmişəmsə, artıq bu 4-ü burada, çünki rəqəmlər sadəcə rəqəmə təkrarlanmasın deyə, artıq 4-ü burada istifadə edə bilmərəm. Ona görə də 4-ü buradan çıxsa 2 dənə seçim haqqı qalır. Əgər burada tutaq ki, tutaq ki, sıfırı istifadə elədin, 4-ü burada çıxır və 0 da hər hansı bir 2 dənə seçim haqqı qalır. 0, 7. Burada tutaq ki, 7-ni istifadə elədin. Artıq burada seçim haqqı 1 olur. Çünki 0 və 7, 4 və 7-ni istifadə eləmişsə, bir dənə seçim haqqı 0 qalır. Alınan nəticələri bir-birinə vururuq. Olacaq ki, deməli, nəticədə 4 D variantı. Sonra növbəti bu tip tapşırıqlarda baxın, eyni tipdir. Bayaq ki, bu müəyyət nümunə göstərdik. A, B, C, D, E, K, G şəhərlərini birləşdirən yola sxem verilibdir. Hər bir yolun yalnız oxla göstərən istiqamətdə hərəkət etmək olar. A şəhərindən G şəhərinə, C şəhərindən keçməməklə. C şəhərindən keçməməklə deyirsə bizə, onda C-yə daxil olan girişləri və çıxışları bağlayırıq. Bax, bir növ belə silirik. C-yə daxil olan və C-dən çıxan və salam. Artıq C olur yalqız təpə. C ilə əlaqəni silirsən. Sonra adi qaydada bizdən ən qısa yolun uzunluğunu istəyir. Ən qısa yolun uzunluğunu tapmaq deyirsən, üzərindəki bunu cədvəl çəkib də tapmaq olar və ya da üzərindəki rəqəmlər toplayırsan, ən qısa hansı ola bilərsə, həmin yolu götürsən. Burada istiqamət bir AB və AD istiqamətində gedir, elə deyilmi? Mən baxıram ki, B-dən F-ə yolda böyük bir rəqəmimiz var, 10-umuz var. Amma burada aşağıda rəqəmlər nisbətən kiçikdir. Yenə belə də etmək olar. Bax, bir yolumuz, bax buradan yazıram, bir yolumuz A, B, F, G-dir. Bunlar bir yollara baxmaq lazımdır. A, B, F, G-dir. Bu yollarda məsafə A-dan B-yə belə yazaq. A, B, F, G. A-dan B-yə 2-dir. B-dən F-ə 10-dur. F-dən də G-yə 6-dır. Cəmləyəndə 18 eləyir.
Məsafə uzun olur. Çünki görürsünüz, rəqəm nəticəsində bu qədər böyük ehtiyac yoxdur deyə 18 yazılan. Sonra növbətiyə baxaq. A-dan B-yə, B-dən K-ya, K-dan G-yə yol var. A-dan B-yə, B-dən deməli K-ya, K-dan da G-yə yol var. Və üzərindəki qiymətlər A-dan B-yə 2, B-dən K-ya 7, K-dan G-yə 5 və cəmi deməli eləyəcək 14. 14 yol. 14 yol. Digər yollarda bax, çünki bizdən ən qısa yolu soruşur. A-dan B-yə olan yerlər, A-dan B-yə doğru olan başqa bir yol A-dan B-yə, B-dən K-ya, K-dan F-ədir. A-dan B-yə, B-dən deməli A-dan B-dən F-ə, F-dən K-ya və K-dan G-yədir. Burada da deməli A-dan B-yə 2, B-dən F-ə 10, F-dən K-ya 4, deməli K-dan G-yə 5. Toplayanda qiymət 10, 19, 20, 21. Böyük rəqam alır burada, daha böyük rəqam alır və digər artıq AD istiqamətində getsək, A-dan D-yə, D-dən Y-yə və Y-dən G-yə var. A-dan D-yə 3, D-dən Y-yə 6, Y-dən G-yə 7. Cəmi toplayanda 15 eləyəcəkdir. Cəm bir dəqiqə 16. 16 eləyəcəkdir. Yolumuzun daha da uzun oldu bu nisbətən. Hər iki ən kiçik rəqəm 14-dür. Və bir dənə də yolumuz qaldı. A-dan D-yə deməli 3, D-dən Y-yə 6, Y-dən K-ya, Y-dən K-ya 1, K-dan da G-yə 5. Toplayanda cəm, bunlar yəni üzərindəki qiymətlər toplanılır. 9, 10, 15. Deməli, ən kiçik yolumuzun uzunluğu hələ ki 14. Bütün yolların hamısını yoxladıq bir-bir. Ən kiçik oldu, bu da C variantı. Yəni, bunun bu şəkildə, çünki bizdə ümumi A-dan C şəhərinki ən qısa yolun uzunluğunu soruşur. Bu formada yəni təyin eləyirik. Sonra gəlin növbəti testin izahına baxaq. Şəkildə ABC, Y, F, K şəhərlərini birləşdirən yollar sxemi göstərildi. Hər bir yol yalnız oxla göstərilən istiqaməti hərəkət etmək olar. A şəhərindən K şəhərinə neçə müxtəlif yola gedir. Neçə müxtəlif yol deyəndə yenə bayaq işlətdik buna aid. Deməli, analoji qayda ilə üzərinə birlər qeyd eləməklə girişləri toplayıb çıxışları yazırıq. Bu şəkildə bu prinsiplə davam etmək. Əgər bunu işləməyə ehtiyac yoxdur, artıq bu modeli bilirik. Sonra növbəti 14-cü sualın izahına baxaq. Burada 14-cü sualda biraz problem var. Baxın, burada F-ə qədərdir. Burada F yoxdur. Ona görə bu problemli sualdır. F yoxdur. Cədvəl düzgün qurulmayıb, belə deyək. 15-ə aid nümunə, gəlin 15-ə aid bir nümunə işləyək. Əslində bu 15 aid nümunə sırf məntiq sual, məntiq magistr qəbul suallarından biridir. Yəni məntiqin əlaqədar olduğuna görə və fənlər arası inteqrasiyada mövzuda olduğuna görə artıq bu tip sualları yəni informatikaya salıblar. Çünki bu sırf məntiq sualdır. Çünki məntiqə aid bununla bağlı məntiq mövzusu var. Sırf məntiq testləri var bu mövzu ilə bağlı. Yəni əlaqədar məntiq testləri var. Deməli, dəqiqə. Deməli, necə işləyirik bu tip testləri? Şəkildə qeyd olunur ki, şəkildə bir rayonun yol xəritəsi qraf şəklində cədvəl isə bir dəqiqə. Şəkildə bir rayonun yol xəritəsi qraf şəklində cədvəl isə bu yolların uzunluğunu
uzunluğu şəklində verilibdir. Cədvəl və sxem bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi 2 dəqiqə. 2 dəqiqə. Deməli, burada nə edirik? Davam eləyək. Bir şey dəqiqə. Bu tip testləri necə işləyirik? Burada baxın, qeyd olunur ki, cədvəl və sxem bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi heç bir şəkildə qrafikdəki hərf işarələri ilə əlaqəli deyil. Və D nöqtəsindən G nöqtəsinə qədər yolun uzunluğunu müəyyən eləyin, bizdən tələb olunur. G nöqtəsindən Y nöqtəsinə qədər yolun uzunluğunu necə təyin edirik? Deməli, əvvəlcə bu tip testlərdə nəyə nəzər? Bilmirik ki, indi məsələn, burada nömrələnmə 7 dənədir. Hansı hərf, hansı nömrəyə uyğundur, onu bilmirik. Bunu necə təyin edirik? Ən rahat yolu baxırıq ki, əvvəlcə saylarını yanına yazırıq. A-dan çıxan bir çıxış var, bir ox çıxır. B-dən B-yə daha sonra A bir başlanğıc olduğu gibi bir qəbul olunur. B-yə daxil olan girişlər A, B və Y, B girişlərin sayını yazırıq 2. C-dən bax 2 dənə ox daxil olur. B, C və G, C 2 dənə. D-yə də 2 dənə ox daxil olur. G-yə 1, 2, 3, 4, 5 dənə ox daxil olur. Və ya da 5 dənə ox çıxır, belə də deyə bilərik. F-dən F-D, F-G və F-Y 3 dənə ox ilə əlaqədədir və Y də 3 dənə oxla əlaqədədir. B, demə BA, BC, BY, BG 4 dənə, baxışım bu səhv yazdım, 4 dənə oxla əlaqədədir. İndi bu tiplər artıq mən saya baxıram. Bir dənə əlaqəsi olan A bir dənə belə deyək, məntəqə ilə əlaqədardır. Baxıram, bu sətirdə mən sətirlər üzrə götürürəm. Hansının qarşısında bax burada 2 rəqəm yazılıbdır. Bunun qarşısında 2 rəqəmdir. Hansının qarşısında bir dənə rəqəm var. Bax burada 12-dir. 12 isə bir dənə rəqəm var. O birlərdə hamısında fərqli sayı çoxdur. Deməli bu A-dır. Avtomatik 3-ün yanına mən A yazıram. Və A B ilə əlaqələndirilib deyə o 12 deməli 6 da avtomatik B-dir. 6 avtomatik B-dir. Mən baxıram ki, B ilə əlaqəsi, məndən soruşur ki, D və G təyin elə, elə deyilmi? G-yə baxıram, G-dən 5 dənə ox çıxır. 5 dənə ox çıxan cərgə hansıdır? Bax, burada baxırıq. Bax, bu G olacaq. 4-cü G olacaqdır. 1, 2, 3, 4, 5. 4-cü G olacaq. G-ni tapdıq, biz D-ni tapmalıyıq. Baxıram ki, D ilə əlaqəli oxlar G-dir və F-dir. D-dir və F-dir. F-ə baxıram ki, F-in 3 dənə çıxışı var. Y-nin də 3 dənə çıxışı var. Və bizdən D-ni soruşur. D elə bir D-nin 2 dənə çıxışı var. Baxın 2 dənə çıxışı var. Ya bir ya baxın C, D ikisinin 2 dənə çıxışı var. Burada da 2 dənə çıxışı var. Birinci və ikinci. Hansı bilmirəm. Mən burada təxmini birinci D yazım, ikinci C yazım. Özüm üçün fərz edirəm ki, birinci D-dir. Baxıram D-nin əlaqəsi D 5 dənə oxu olan G hərfi ilə əlaqəlidir. Bir də 3 dənə oxu olan F hərfi ilə əlaqəlidir. Mən baxıram. D-nin G ilə əlaqəsi var burada. Zaten bax G-ni tapışıq. Və digər rəqəm 7-dir. 7 F-dir isə F-in 3 dənə çıxışı olmalı. Gəlirəm buradan 7-yə baxım. 3 dənə çıxışı varmı? 1, 2, 3. Bəli, 3 dənə çıxışı var. Deməli, avtomatik bu D-miş. İndi bizdən də D və G arasında qədər yolun uzunluğu deyəndə D ilə G-ni kəşdirsən olur 9. Uyğun variant olacaqdır 9. Belə.
Deməli olacaq A variantı. Sonra növbəti 16 deyir, cədvəldə A, B, C, D, E, F yaşayış məntəqələri verilibdir. Onlar arasında yollar verilibdir və bizdən A və F məntəqələri arasında ən qısa yolun uzunluğunu tapmaq tələb olunur. Ən qısa yol uzunluğunu tapmaq üçün bir neçə yol var. Bir yolu odur ki, e, bir yolu odur ki, deməli, cədvəlini qurasan. Qəbulda hətta xatırlamıram, hardasa 2020-2025 arası qəbulda, hansı ildə konkret demirəm, ya 2020 ilə 2025 arası qəbullardan birində burada hərflərin sayı o qədər çox idi. F, G, H, Y çox idi. Hərflərin sayı çox idi və o tip cədvəlləri ən qısa yolu, ən uzun yolu tapmaq üçün sxemini qurmaq sərf eləmir. Çünki vaxt itkisidir və sxem çox dolaşıq görsənəcəkdir və onun üzərində işləmək yəni sərf eləmir. Bəzi müəllimlər genəldə bunun sxemli qrafını qururlar. Sxem deyəndə də qraf nəzərdə tuturum. Qrafını qururlar. Qrafını qurduqda qrafın üzərində o yolları tapırlar. Ancaq cədvəl üzərindən tapmaq mümkündür. Hətta mən deyirəm, cədvəl üzərindən tapmaq nisbətən daha rahat və əlverişlidir. Cədvəl üzərində biz bunu necə təyin edəcəyik? Tapmaq yollarını. Baxın, baxın, bizdən nəyə soruşur? A və F məntəqə arasında ən qısa yol. Mən baxıram ki, F-ə girişlər. F-in bir dənə əlaqəsi var Y ilə. F-in bir dənə Y ilə əlaqəsi var və giriş də A-dandır. A-nın birbaşa Y ilə əlaqəsi yoxdur. A da B və C ilə əlaqədədir. Mən bu yolları bir-bir nəzərdən keçirməliyəm. Bu yollardan ən qısasını, ən uyğununu tapmalıyam. A-dan B-yə yol var. A-dan B-yə gəlir 2. B-dən Y-yə bax yazırıq. Burada bir-bir yazaq o yolları. Gəlin baxaq, analiz eləyək. A-dan B-yə üzərinə 2 yazaq. B-dən Y-yə birbaşa 7 və Y-dən F-ə 2. Yolları toplasaq cəmi eləyəcək 9, 11. 11 yol. Bu belə. İndi başqa bir yol. A-dan B-nin başqa bir əlaqəsi. A-dan B-yə 2 yol. A-dan B-yə demə B-dən Y-yə yox, C-yə götürək. B-dən C-yə bir yol. C-dən deməli Y-yə 4 yol. Axı birbaşa Y-yə çıxış əldə etməliyik ki, Y də F-nə əlaqəsi olan. C-dən Y-yə 4 yol və Y-dən F-ə də 2 yol. Cəmi toplasaq, deməli 9 eləyəcək. 9. Yolların sayı 9. Bu 11 idi, bu da 9'du. A-dan B-yə yol bitdi artıq, belə deyək. A-dan B-yə, B-dən deməli sonuncu oldu C-yə, C-dən Y-yə, Y-dən F-ə. A-dan Y-yə və Y-dən F-ə. Hə, bir də bir yol var. A-dan Y yox, A-dan B-yə, B-dən Y. Bunu qeyd edirik. A-dan B-yə yollar bitdi. Bir də qaldı A-nın C ilə əlaqəsi. A-dan C-yə 4, C-dən deməli C-dən B-yə var 1, A-dan B-dən deməli Y-yə var 7, Y-dən də F-ə 2, deməli 9, deməli artıq 9-dan böyük elədir. Ən kiçik heç bunu saymır. Çünki toplayanda zaten 9-u mənə lazım deyil, 9-dan kiçik rəqəm alın. 5 eləyə bilməz, çünki buradakı rəqəmlər böyükdür. Cəmi 5 cür eləyə bilməz heç cür. Ya 7 olma ehtimalı ola bilər, amma inanmıram, o da yenə bir də yoxlayaq. A-dan C-yə. Biz burada nəyə nəzər? Həm yolların uzunluğu qısa olsun, bax bu əlaqə qısa olsun, həm üstündəki rəqəmlər kiçik olsun. Belə olduğu halda ən kiçik rəqəm tapılır. Bəzən olur ki, çaşdırıcı olur, yol uzun olur. Amma üstündəki qiymətlər kiçik olduğuna görə rahatlıqla kiçik rəqəm tapmaq, ən qısa yolu tapmaq. Bəzən olur ki, yol qısadır. Məsələn, tutaq ki, A-dan F-ə birbaşa yol var, yazır tutaq ki 25. Axı böyük rəqəmdir 25. Birbaşa onu götürmək əlverişli deyil. Çünki toplayanda məsələn burada 9 alındı, ondan daha kiçik rəqəm alındı. 25-dən daha kiçik rəqəm alındı. Ona görə mümkün qədər ən qısa hərfləri belə əlaqələndiririk ya obyektləri ABC. Hərflərin sayı həm azlıq təşkil edir, həm üstündəki məsafələr kiçik olsun. Əsasında məsafələr bizə vacibdir ki, kiçik olsun. Bir-bir belə analiz edir. Sonra
A'dan C'yə dedik. Bir də A'dan C'yə başqa bir nə yol var baxaq. A'dan C'yə, C'dən B yolunu biz yoxladıq. C'dən D var. D'dən Y var. C'dən D var. 3 D'dən Y var. 3 Y'dən F var. 2. İndi bu yolda baxaq. 4-ün üstünə 3. 7, 7 üstünə 3. 12. Bu da böyük rəqəmdir. Hər iki 9-dan kiçiyi yoxdur. Sonra A'dan C'yə, C'dən deməli, dedik ki D'yə, A'dan deyən C'yə, C'dən Y'yə, Y'dən F'ə. Bu da var. A'dan C'yə, C'dən Y'yə, Y'dən F'ə. Gəlin bunu yoxlayaq. A'dan C'yə 4-dür, C'dən Y'yə 4'tü. 7'nin F'e 2'di. 8. 4'ün 8. O da bir 9. Bu da 9 dedi. Deməli en küçük. 9 yok. 4'ü 8. 8, 10. Bu 10 elədi, yox. Ən kiçik 9 imiş. Uyğun variant burada A variantıdır. Yəni bu tip modellər bu şəkildə bir-bir analiz edilir. Əsas bizə deməli nəyə nəzərə alırıq burada? Burada nəzərə alırıq ki, yolları belə bir-bir əlaqələndiririk. F-ə girişlərə baxırıq ki, F hansı birbaşa hərflərlə giriş var, hansı obyektlərlə A, B, Y hansına əlaqəlidir və giriş A hansına əlaqəlidir. Onları tapırıq. Daha sonra bir-bir bu şəkildə yazırıq. Çalışırıq ki, yolların üzərindəki qiymətləri ən kiçik olanı götür. Bəzi testlərdə ən böyük olanı soruşur. Ona görə ən böyüyü götürsən. Yəni bu tip testlər bu şəkildə icra olunur. Sonra növbəti deməli 17-də bu asandır. Bu tip tapşırıqları eləmək rahatdır. Sadəcə matrisinin şəklini, qrafını qursan və salam. Və bu uğurları uyğunlaşdırsaq. Yəni qrafın A-dan B-yə mənim çəkdiyim şəkil məsələn oxşamaya bilər. Oxşamaya bilər buradakı şəklə. Ancaq əlaqələr uyğun gəlmir. Məsələn, A-dan B-yə 5-dir yolu. A-dan C-yə əlaqəsi var 3-dür. Sonra B-nin yolu B A-nə əlaqədərdir. B C-nə əlaqədərdir. B-dən C-yə 4-dür. Və B D-nə əlaqədərdir. B-dən D-yə 2-dir. Sonra C'dən A'ya var. Zaten burada şəkildə C'dən B'yə var. Və C'dən Y'yə. C'dən bir dənə də Y'yə əlaqə var. Və D'dən B'yə əlaqə var. Zaten gördük. Y'dən də C əlaqə var. Zaten göstərilibdir ki, bu şəkildə. Mənim yeni qeyd edirəm. Bu çəkdiyim şəkil buradakılara heç buna uyğun olmaya da bilər. Amma biz nəyə uyğunlaşdırmalıyıq? Əlaqə. Baxıram A'dan, bax bu mən analiz etmirəm. A'dan B'yə əlaqə varmı birbaşa 5 olan? Bax burada var 2 üstü. Deməli bu səhvdir. 5 olmalıdır. A'dan B'yə baxıram. Burada heç əlaqə yoxdur. Bu da yanlışdır. Bax burada baxıram. A'dan B'yə əlaqə 5 bax burada var. A'dan B'yə bu da səhvdir. A'dan B'yə əlaqə 2-dir. Elə uyğun var C variantı olacaq. Sadəcə çıxan bu şəkildə çəkilibdir. Əsas odur ki, əlaqələr, birbaşa əlaqələr A-dan B-yə, B-dən C-yə birbaşa əlaqə olduğu göstərsin və üstündəki rəqəmdə çəkili matrisdə çəkilərdə düzgün çəkili matrisinin qrafıdır. Üstünə düzgün göstərsin. Uyğun variantımız olacaqdır bizim. Deməli, bu da C variantı. Yəni, bu şəkildə analiz edirik. Sonra yenə burada 18-də də qraf verilibdir. Bizdən A, F arasında ən qısa yolu tapmaq tələb olunur. Mən yenə baxıram. Birdən müdavimlər çaşır. Burada deyir ki, A-dan F birbaşa 16 vardı. Elə budur. Xeyr, 16 bəlkə ən böyük yol. Heç göstər, heç variantlarda 16 da yoxdur. Variantdakı rəqəmlər 16-dan kiçikdir. Birbaşa əlaqəni soruşmur. Səndən bizdən ən qısa yolun məsafəni soruşur. Ən qısa soruşuna görə mən baxıram. F-ə daxil, F-ə girişlər nədir? F-ə bir dənə A-dan yol var. Bu yaramadı. Bu bizə bu metod lazım olmadı birbaşa. Bir də D-dən və Y-dən girişlər var. Və mən ox da A-dan çıxır. Mən D ilə Y-ni bir-bir o şəkildə əlaqələndirməliyəm ki, məsələn, A-dan D-yə baxıram. A-dan D-yə 8, D-dən birbaşa F-i çıxış lazımdır mənə. D-dən F-ə 3, 8 3 gəlsən, deməli, A-dan D-yə. Hə, yox, bizə şərt deyir, bağışlayın, burada şərti unutdum oxumağı. B məntəqəsindən keçməyən. Hə, yox, B məntəqəsindən keçməyən deyirsə, B məntəqəsinə daxil olan girişlər B ilə nəyin əlaqəsi varsa, məsələn, B ilə A-la B-nin əlaqəsi var, D ilə B-nin əlaqəsi var. Bax, bunlar yox sayırıq. Və hesabımda bunlar nəzərə alınmır. Bu tip tapşırığı yaxşı olardı ki, bunun qraf şəklində şəklini çəkib üzərində göstərərək o yolları tapasan. Bayaq dediyimiz metodla. Yəni vaxt itirməyə buna aid eyni tip işləmişik.
Sonra cədvəlxanası bu da eyni tipdir. A-dan F-ə baxın. Bax mən dediyim burada yenə var. Deyir ki, A və F məntəqəsi ən qısa yol. A-dan A və F məntəqələri arasında ən qısa yol. Artıq G demirəm, F deyil. F buradadır. F-ə baxıram. F-ə iki dənə giriş var. Deməli C-dən giriş var, bir də G-dən giriş var. Mən G-ni götürmək istəmirəm. Çünki A-dan G-yə birbaşa 25-dir. A-dan G-yə yolu sərf eləmirəm. Çünki birbaşa 25-dir. G-yə ümumiyyətlə GF yolunu götürsəm, sonu hər nədirsə, əvvəli hər nədirsə, sonra GF-dirsə, burada 25 rəqəmi olacaqdır. Burada nə olsa da, bundan əvvəlki qiymətdən 25-in üzərinə gələcək, çox böyük rəqəm alınacaqdır. Bizdə də 25 rəqəmi yoxdur, 25-dən kiçik rəqəmlərdir. Ona görə GF yolu mənə sərf eləmir. Mənə bir dənə lazımdır CF yolu. A-nı da C ilə necə əlaqələndirək? A, C-nin birbaşa əlaqəsi yoxdur. Ya B ilə əlaqəsi var, ya B ilə, ya D ilə. A-dan B-yə, B-dən C-yə, C-dən bax, yəni o yolu yoxlayırıq. A-dan B-yə 5, A-dan B-yə, B-dən C-yə birbaşa əlaqə yoxdur. A-dan B-yə, B-dən D-yə var. Hə, yox, A-dan B-yə, B-dən C-yə yoxdur. B-dən D-yə var. B-dən D-yə var. A-dan B-yə, B-dən D, A-dan B-yə 5, B-dən D-yə 8, D-dən C-yə var, D-dən C-yə var, D vasitəsilə əlaqəli 2, sonra C-dən F-ə 5. Bax, bu yol yoxlayaq. C-dən F-ə 5. Deməli, olacaq burada yeni rəqəmlər böyükdür. 8 üstünə 2, 10, 10, deməli, 15, 20. Məsafə oldu 20. Digər yollarda yoxlayaq. Çünki 20 böyükdür. Baxaq. A-dan demək bu yol bizim üçün uzun oldu. A-dan B-yə, B-dən məsələn B-dən D-yə, D-dən C-yə. Bu yol uzun oldu. D-dən biz məsələn C yolunu getmək uzun oldu. İndi gəlin A-dan D-yə götürək. A-dan D-yə 12. Eləmi? A-dan D-yə, D-dən birbaşa F-ə yoxdur yolumuz. Amma D-dən eləyək ki, C birbaşadır da. D-dən C-yə götürək. D-dən C-yə, C-dən də F-ə götürək yolumuzu. D-dən C-yə olacaqdır 2, C-dən də F-ə olacaqdır 5. Toplayanda 12 üstü ilə 2, 14, 14 üstü 5, 19. Aha. Deməli, burada ən kiçik rəqəm elə bu olacaq 19. Çünki başqa da yolunuz yoxdur. Uyğun variantımız var. Yəni burada hər bir yolları bir-bir analiz eləməliyik. Uyğun yolları. Bu da analoji qayda ilə A və F nöqtələri arasında əlaqə. Yenə burada baxırıq ki, ən qısa yol tələb olunur bizdən. Ən qısa yol mən burada oxumadım şərti. Siz birbaşa, yəni mütləq şərti oxuyun hər zaman. Çünki burada şərtlər demək olar ki, indi ən qısa yoluna görə Y-dən F-ə. Y-dən F-ə hamısı, bütün nöqtələr gəlir çıxışı Y-dən F-yə. Y-dən də A-nın əlaqəsi var, birbaşa yoxdur. A-nı eləməliyik ki, elə əlaqələndirməliyik ki, Y-dən qısa əlaqəsi olsun. A-nın da əlaqəsi B-dən C-dir. B-nin də B-yə çıxışı var. A, B, Y yazsaq, çünki A-dan B-yə 3-dür. B-dən Y-yə 2-dir. Bu şəkildə A3 üstəgələ 2, 5, 5 üstə 2 olacaq 7. Elə ən qısa rəqəm aldıq 7. Və uyğun bu olacaq. Digər yola uzanacaqdır. Uyğun variantımız olacaq Y variantı. İndi 21-ə baxaq. 2 dəqiqə. 21-də nə deyir? Bir səni pozaq. Q21-də bizdən tapşırıq olaraq nə tələb olunur? 2 dəqiqə.
Deməli, 21-ci tapşırıq necə işləyirik? Verilmiş qraf modelinin qonşuluq matrisində olan sıfırların sayını müəyyən edin. Qəbul sualıdır, qəbula düşmüşdü bu modeldən. Bax, sıfırların sayını müəyyən eləyin deyir. Sıfır nədir? Yəni bunların biz əslində cədvəlini qura da bilərik və oradan cədvəlini quraraq tapaq daha ə, belə deyək, aydın görsənər. Baxın, gəlin kənarda quraq bu cədvəli. Deməli, A, B, C, D, bir də Y. Bu şəkildə A, B, C, D və Y. Cədvəlimizi bu şəkildə quraq. Belə. İndi sıfır və birlər təyin eləyək. Baxaq, bax, A-dan B-yə və A-dan Y-yə yol var. A-dan B-yə və A-dan B-yə və A-dan Y-yə yol varsa, A-dan B-yə 1, A-dan Y-yə 1 yazıram. Və digərlərinə D və C-yə yol yoxdur. D-yə 0, C-yə 0, A özü də ilgək olmadığına görə 0 yazıram. B'dən B'yə, bunlar heç bir ilgək olmadığına görə B'dən B'yə də 0 yaza bilərəm. B'dən A'ya, Y'yə, D'yə, C'yə hər birinə yol var. Özündən başqa belə deyək. Bura 1 yazıram hər birinə. Sonra C'dən baxıram. C'dən B'yə və D'yə yol var. C'dən B'yə və C'dən B'yə və C'dən D'yə yol var. C'dən B-yə və C-dən D-yə yol var. Aha, digərlərinə isə yol yoxdur. Yəni A-ya, Y-yə, A-ya, C-yə, Y-yə yol yoxdur. İndi D-yə baxırıq. D-dən B-yə və D-dən C-yə yol var. D-dən B-yə və D-dən deməli C-yə yol var və digərlərinə yol yoxdur. 0 yazırıq və Y-dən deməli A-ya və B-yə, Y-dən A-ya və Y-dən A-ya və B-yə yol var, eləmi? Digərlərinə yol yoxdur. Bu şəkildə atıb cədvələ əsasən verilmiş qraf modelinin qonşuluq matrisində olan sıfırların sayını tap deyir. Sıfırların sayını tapaq, görək neçə dənə sıfırımız var. Burada artıq bəllidir də. Sıfırların sayı məlum. Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13. Deməli, uyğun variantımız burada oldu. 13. Bu bir yol. Bunu bu şəkildə də belə tapa bilirik. Bu bir yol. Bir yaxud da digər bir yolu, yəni cədvəl qurmada necə eləyə bilərik? B-nin çıxışlarını, B-ni əlaqələndirənləri, birləri sayıram. Ümumi saydan bu birlərin sayını çıxırsan. Belə də eləmək olar. Yəni, məsələn, ümumi əlaqələrin sayını tapırsan, nə qədərsən, məsələn, B-dən A-ya, B-dən Y-yə 2 dənə birlər tapırsan, birləri, ümumi təpələrin sayının birlərin sayını çıxırsan. O metodunda ola bilər. Cədvəllə quranda daha əyan şəkildə bu görsənir. Davam eləyək. 2 dəqiqə. İndi bura baxaq. Burada nə deyir bizdə? Kərimovlar ailəsinin nümayəndələrini təsvir edən cədvəl informasiya modelinin ağac formasının təsvirindən hansı doğrudur? Çox maraqlıdır. Adlar verilibdir. Ata adı verilibdir, soyad verilibdir. Kamil, Hüseyn, Kərimov, Eltad, Səlim Kərimov, Emil, Kamil. Bu çox maraqlıdır. Bunu Hüseyn, bax Kamil Hüseyn, ata Hüseyndir. Əvvəlcə bunu kökdən başlayırıq da. Gəlin bax belə eləyək bunu, baxın. Bax kök nədir? Kök atadır. Hüseyn. Hüseyn bax atadır. Hüseyn oğlu bax Hüseyn.
Hüseyn. Bax, Kamil atasının adı Hüseyn. Asim atasının adı Hüseyn. Səlim atasının adı Hüseyn. Demək, Hüseynin 3 dənə oğlu var. Kamil, Səlim, Asim. 3 dənə oğlu var. Bax, A variantında kimi. 3 dənə oğlu var. Və bunlar, bu variantları biz belə xətt çəkək ki, indi digər bu iki varianta baxaq. Eltac Səlim oğlu. Yəni Səlimin oğlu Eltacdır. Bax, Səlimin oğlu Eltacdır. Bu da getdi. Emil də Kamilin oğludur. Bunu da qeyd elədik. Orxan da Eltacın oğludur. Orxan da doğru variantıdır. Yəni bu tip testlərdə o nəsil ağacı testlər işləmişdi ya. Və ona bənzər də bu tip deməli qraf informasiya modelinin bir növ olan ağac informasiya modelində burada birinci ata, kök atadır. Elə deyilmi? Bax, addır, ata adıdır. Birinci kökü tapırsan, sonra kökdən belə deyək, budaqlara doğru gedirsən. Və proses bu şəkildə icra olunur. Sonra növbəti 23-ə baxaq. Nə deyir bu testdə? Burada yazıb ki, təqdim edilmiş qraf üçün qonşuluq matrisi tərtib olunarsa, sıfırların sayı neçədir? Bu əlaqələri göstərir. Tutaq ki, bir qoyub buradan başlayır. Bu əlaqələri göstərir. Burada sıfırların sayını tap deyir də. Ümumi saydan burada birlərin sayını çıxıb sıfırların sayını tapmaq lazımdır. Bax, buradan, məsələn, siz özünüz üçün hərflə edə bilərsiniz, ya nömrələ edə bilərsiniz. 1, 2, 3, 4, 5. Qarışdırmamaq üçün, sizin üçün rahat olsun deyə 6, 7, tutaq ki, 8, 9, 10, 11, 12, 13, 14, bir də 15. Deməli, burada qraf üçün qonşuluq matrisi tərtib olunarsa, yəni qonşu tərtibi sıfırlansa, yəni kim kimdən qonşu deyil. Hansı nəyin əlaqəsi yoxdur, onları tapacağıq. Bax, birin əlaqələri hansılardır? Bax, birdən çıxan ox budur. Bir də bu yandakı oxlardır, elə. 3 dənə əlaqəsi var da, götürənə bilin. Yerdə qalan heç bir oxun əlaqəsi yoxdur birbaşa. Yəni yerdə qalanları sayarsan, məsələn bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bir dəqiqə. Bu təpə yox. Bax, qonşu olmayan təpələr. Bax, buradan başlayırsan da, 14-dən başlayırsan. Bunların əlaqəsi var. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə bu təpə, plus birin qonşusu olmayan başqa hansı təpələr var? Daxildəki bu üç təpələri sayırıq ha. Daxildə bu üç təpələrdən, bax, bunların əlaqəsi yoxdur. 1, 2, 3, 4. 4 dənə əlaqəsi. 12 üstə gələk 4. Elədi, deməli, 16. Demək, 16 dənə sıfırlar bax bunlardır. Sonra analoji qaydada 2 üçün tapılır. 2-nin qonşuları bax budur, budur, budur. 3 dənəsi qonşudur. Yerdə qalanlar qonşu deyil. Ümumi əslində biz ümumi təpələr sayını tapıb bunlardan çıxa da bilərik ha. Bu birisi üçün 16 tapdıq birinci. Ümumi təpələrin sayını tapsaq, neçə birdən nömrələrdik, gəldi 15 təpə burada. 16, 17, 18, 19, 20 təpə. Cəmi 20 dənə təpədir. Bax 20 dənə dairə var. Təpə nöqtələri, obyektlərdir. 20 dənə bu obyektdən, deməli, 2-yə baxıram. Bu ikinci obyektin qonşularıdır da, sıfırların sayı, qonşu olmayanlar. Bax, bu qonşular hansılardır? Bu qonşudur, bu qonşudur, bir də 12-ci qonşudur. Demək, qonşular 1-dir, 3-dür, neçədir? 12-dir. Deməli, 20-dən çıxıram, nəyə? Gəl, bax, bunu kənarda yazaq. Bax, birinci yazdım 16. 20-dən çıxıram qonşu olmayanları. 1 qonşudur, 3 qonşudur, bir də 12 qonşudur. 20-dən çıxıram 3-ü, elə də 17 qonşu. Eləcə də buradan qonşular nə idi? 1, 2, 3 dənə qonşu vardı. Ümumi say, deməli 15, 16, 17, 18, 19, 20-dən çıxırdıq 3-ü. 20-dən 3-ü, bu da 17 idi. Ha, bu səhv hesabladıq yəqin ki 17. İndi gəlirəm 3-ə. 3-ün qonşularına baxım. 3-ün qonşusu 2-dir, 4-dür,
Bir də bu 8-dir. Deməli, yenə 20-dən 3 çıxıram. Bu da 17-dir. Sonra gələn 4-cü təpəyə. 4-cü neçədən qonşusu var? 3-dür, 5-dir, bir də bax bu təpədir. Deməli, 3-ün çıxıram. Bu da 17-dir. Yəni qonşular çıxan yerdə qalan sıfırlar soruşur da məndən. Qonşu olmayanlar sıfır hesab olunur qiyməti. 5-in deməli təpələrinə baxıram. 4-dür, 6-dır qonşuları, bir də 15-dir. 3-ünü çıxıram, bu da 17-dir. Sonra gəlirəm birdən başladıq da buna 6-ya baxıram. 6 da analoji qayda ilə 17 olacaqdır. 7-nin də analoji qayda ilə 17 olacaqdır. 8-ə baxıram. 8 1 2 3. Burada 17 olacaqdır. 9 da analoji qayda ilə 1 2 3 17. Üstə gələ 10-cu da 1 2 3 dənə qonşusu var. Bu da 17 dənə, yəni 20 cəmi təpədir, 3-ü qonşu, 3 ilə qonşu, 17 ilə qonşu deyil. 11-ci də analoji qayda ilə 17 dənə qonşu var. 12-cinin də analoji qayda ilə 17 dənə. 13-ün də 17 dənə. Qapını 13-ün də 14-ün də 17 dənə qonşusu var və 15-in də 17 dənə qonşusu var. Bu şəkildə cəmi 17 sayı nə qədər oldu? Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yəni bir 17-ni vursan 17 ilə 15-in hasili də belə deyək. 17 ilə 15-in hasilini tapırıq. Bir dəqiqə. Deməli, 17 ilə 15-in hasili də bizə verəcəkdir. Əslində orada hesablamaq üçün istər miqdar, istər sertifikasiyada orada bizə kalkulyator təqdim olunur müəllimlərə. Bu şəkildə hesablayaq. Biləcək ki, burada düzgün cavab nəsə səhv getdi. Proses budur olmalı. Yəni proses budur. Nəysə səhv eləmişik, amma nəyi? Təpələr müsahidə. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 13, 14, 15. 15 dənə təpə var. 16, 17, 18, 19, 20 ümumi təpə var. Və hər bir üçün 20 dənə say ümumi 20 təpədir. 20 dənə təpədir. Və sayda, məsələn, bir təpənin 3 dənə qonşusu var. Yəni 3 dənə biri var. 1, 2, 3. 3 dənə qonşusu var. Deməli, birinci təpənin 3 dənə qonşusu, 3 dənə biri var. 17 dənə sıfırı var. Və 17 dənə sıfır var. Bu hal 15 dənədir. 15 dənədir. Qonşu olması tərtib olmazsa sıfırların sayı neçə olar? Gedək, bunu bir balaca da gəlin diqqətlə baxaq. Ola bilsin ki, hansısa məqamı nəzərdən qaçırmışıq. Deməli, baxaq. Təqdim edilmiş qraf üçün qonşuluq matrisi tərtib olunarsa sıfırların sayı neçə olar? Burada 20 təpə var. 20 təpə var. Qonşuluq matrisi deyir də. Bunu başqa bir yol necə eləyə bilər? Bax, 20 dənə təpə var. Qonşuluq matrisi deyirsə, cəmi 20 vuraq 20. Yəni, sətir su 400 dənə 20 təpə var, 400 dənə element var. Qrafdakı tillərin sayını tapsaq, tillər. Şəkildə tillər saysaq, tillər. Bax, bir yolda buradakı tillər saysaq, cəmi 15 bu, 15 də o. 30 dənə til var. Qraf da istiqamətsiz qraf, yəni istiqamətlənməmiş qraf olduğuna görə hər til qonşuluq matrisini görə bunu da 2-yə vursaq eləyəcəkdir. 30 var ki, 60. Yəni matrisdə 60 dənə sıfır olacaqdır. Daha sonra 60 dənə sıfır olmayan element olacaqdır. Hə, 60 dənə sıfır olmayan element olacaqsa, deməli
Yəni 60-dan 1 olacaqdı. Yəni ümumi saydan 400-dən 60-sı 340 eləcək. Hə, B variantı olacaq. Bunu şifahi dedim. Digər bir yolla nəsə bir qrafla nəsə alınmadı. Qrafla alınırdı, sadəcə indi nəsə düzgün getmə, nəyəsə düzgün hesabda itdi. Eybi yox. Buna da bir o yolla da nəzər salacağım. Digər o dediyim bu qraf metodu ilə də həll edəcəm. Yəni belə şey deyim. Deməli, deyək, bircə dəqiqə. Ekran təmizləyək, sonra davam edək. Bax, dediyim nə idi? Digər bir metodu nəzərdən keçirək. Bax, 20 dənə təpə var. 20 dənə təpə varsa, biz dedik ki, 20 dənə səthi sütun kəsilən neçədən xan olur cəmi? Bax, dedik ki, 20 dənə təpə var. Bax, 20 dənə təpə var. Ay, 2 dəqiqə. 20 dənə təpə var dedik ki, tutaq ki, deyirik ki, A-dır, B-dir, C-dir. Bu şəkildə də, burada da A-dır, B-dir, C-dir, D-dir. Bu şəkildə. Təpələrin sayı səthin üstü 20 dənədir. Cəmi neçə xana var? Yəni neçə dənə belə deyək, 0 və 1-lər var cəmi. Yəni xanaları yazır da 0-1-ləri. Cəmi neçə dənə 0-1 var? 20 vuraq 20, səthi üstünə vursa 400 dənə 0 və 1-imiz var. İndi görək neçə 0-ımız var, neçə 1-imiz var. Tillərin sayını tapaq. Qrafdakı tillərin sayını tapaq. Tillər nədir? Bax, bu xətlərdə. Bax, buradan başlasaq saymağa. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15. 15 deməli 15 bu. 16, 17, 18, 19, 20 bu. Sonra çıxışlara baxaq. Deməli, bax 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Yəni 30 dənə sanki bu xətlərin sayını tapırıq da. Tillər də o xətlərdir. Deməli biz ümumi sayı tapdıq. Neçə dənə 0-1-lər var? Tapdıq 400 dənə. Tillər də o birləri göstərir də. 30 dənə til var. Biz yolda dedik ki, qonşuluq matrisi qraf əgər istiqamətsiz, yəni diqraf deyilsə, biz dedik ki, yəni tilləri qövslərdən yox, yollardan ibarətsə, onda nəticə 2-yə bölünür də. Axı tutaq ki, 1-dən 2-dir də. Tutaq ki, belə 1-dən 2-yə yol olmasa 2-dən də bir yol var. Eyni yol təkrarlanır da. Ona görə bu 30-un sayını iki tərəfli götürürəm. A-dan tutaq ki, A-dır, tutaq ki, və yaxud da bu da B-dir. 1 olmasın. A-dan B varsa, B-dən A-ya yol var. Yəni belə də A-dan B-yə 1-dirsə, tutaq ki, B-dən də A-ya 1-dir. A-dan B-yə 1-dirsə, B-dən də A-ya 1-dir. Yəni təkrarlanır. Bax, birlər təkrarlanır deyə bu ümumi tillərin sayı 30-u vuracam 2. Eləcə ümumi 60. 60 dənə 1 var. Yəni A-dan B-yə, B-dən A-ya, A-dan C-yə, C-dən A-ya. Bu şəkildə 60 dənə 1 var. Ümumi 400 dənə. Bu 60-ı çıxıram, bu birləri çıxıram, qalır 340. Uyğun variant B variantı. Bu da bir başqa metodudur. O indi dərsimizin vaxtı getməsin. Bunu digər metodla da mən sizə izah edəcəm. Bu şəkillərlə. Onu bir balaca özüm üçün nəzər yetirim. Onun təkrar növbəti dərslərdə izahını verəcəm. Burada da A şəhərindən P şəhərinə, K şəhərindən keçməməklə, yenə K şəhərindən keçməmək deyirsə əgər bizə, K-ya girişləri və çıxışları bağlayırıq. K-ya daxil olan girişləri və çıxışları gəlmişdik.
Hə, girişlər və çıxışlar, kaya daxil olan girişləri və çıxışları bağlayırıq. Sanki kay yalqız təpə olur. Ondan sonra hesablayırıq prosesi. Bildiyimiz qayda ilə hesablayırıq. Buna aid nümunə mən işlətmişəm. Sonra növbəti burada da E şəhərindən keçib, A şəhərindən P şəhərinə və E şəhərindən keçib M şəhərinə keçmədən. Yəni burada da A-dan P-yə daxil amma M-dən keçməmək şərtli olanları götürürük. Yəni bu şəkildə qapını ört. A şəhərindən P şəhərinə və İ şəhərindən keçib. Hamısı bu formada. Sadəcə deyilənləri saxlasan, yerdə qalanlar üçün xətt çəksin. Bu şəkildə olur. Qraf və qrafın çəkili matrisinə əsasən B və D məntəqələri arasındakı yolun uzunluğunu tapın. Deməli, B və D arasındakı, bu buna aid bayaq nümunə işlətdim. Bax, 27-dir, 28-dir, 29-dur. Buna aid dediyim məntiqli testlərdir. 30-dur, 31-dir, 32-dir. Bunlar hamısı 33-ə dair bayaq nümunə işlətdik. 34, 35, hamısı ardıcıl, bax, e, e, bu şəkildə olan testlərdir. Cəmi burada 60 oxşar, hamısı yerdə qalan təkrar gedir. Hələ ki 40-a qədər izahını verdim testlərin. E, Digərləri ortada hansının ki izahını vermədim. Bunlar təkrarçılıqdır, təkrar olunanlardır. Növbəti video izahda da digər 40-ının izahını atacağım. Dərsimiz bu qədər.